Bəzən sual verirlər ki, bəs İmam Zeynul-Abidin əleyhissalam niyə vuruşmadı? Niyə Kərbəlada Əli Əkbər kimi şəhid olmadı? Baxsaq, Qundaq qardaşı 6 aylıq Əli Əsgər şəhid oldu. Amma ortancıl qardaş İmam Zeynul-Abidin ağa şəhadət zirvəsinə ucalmayıb. Təbii ki, sonradan elə zəhərlənməsi nəticəsində şəhid olub. Amma söhbət Kərbəla hadisəsində, Aşura günündə bəslənən İmam Zeynul-Abidin ağa. Bir neçə rəvayət var, qeyd olunur ki, İmam Zeynul-Abidin ağa Aşura günü ağır xəstə idi. Hətta bəzi el arasında bimar ağa, bimar Zeynul-Abidin, bimar ifadəsini də eşitmişik. Bəzi rəvayətlərdə keçir, Aşura günü İmam ağır xəstə idi. O qədər halsız idi ki, hətta ayağa qalxa bilmirdi. Yəni, əql və məntiqlə əgər ayaqda durma imkanı olmuş olsa, gərək dövrün imamından neyləsin, difa eləsin. İmam Hüseyin əleyhissalam dövrün imamı və atanı həm ata olaraq qorumaq, həm ümmətin imamı olaraq və həm də eyni zamanda İmam Hüseyin əleyhissalam ilə İmam Zeynul-Abidin ağanın da nə idi? İmamı idi, bütün ümmətin imamı idi. İmamət davam etməlidir deyə, imamın oğlu imam ola bilərdi deyə, imamın nəslindən bir nəfər mütləqdir ki, nə olmalıydı? Qalmalıydı ki, bu imamət davam edəsin. O səbəbdən Allahın hikməti ilə imamət davam etməlidir deyə İmam Hüseyin əleyhissalamla birlikdə ilahi hüccət əgər şəhadət zirvəsinə ucalırsa, ondan sonra davam edən imamət onun sülbündən olmalı və o sağ qalmalıdır deyə bu səbəbdən İmam Zeynul-Abidin ağa da imamət silsiləsini davam etdirən bu ilahi nura vəsb olan ilahi bir şəxsdir. Buna görə də Allahın iradəsi ilə o sağ qaldı, Kərbəlanın həqiqətlərini gizlətməyə qoymadı. O dünyaya bugün eləsələr mənə bugün çatmasında bilhassa İmam Zeynul-Abidin ağanın əməyi var. Belə demək olar ki, əgər İmam Hüseyin əleyhissalam Aşura günü şəhid olması ilə dini dirçətdirsə, İmam Zeynul-Abidin ağa sağ qalaraq Kərbəlanı unudulmağa qoymadı. Yəni, var gücü ilə, qüvvəsi ilə Kərbəlanın mahiyyətli insanlara neylədi? Çatdırdı. Bir sözlə, biri qan verdi, digəri isə o qanın fəlsəfəsini öz fəsahətli, bəlağətli çıxışlarında, davranışında onu yaşatdı.